Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli emma ba'd. Bizim yenə də şərur-rüqi haqqında, müalicəvi mövzular haqqında dərslərimiz davam eləyir. Və əlhəmdülillah bugün 14-cü artıq dərsimizdir. Və bizim mövzumuz bu, yəni kitabda hal-hazırda danışdığımız mövzu Peyğəmbər sallallahu aleyhi və səlləmin ümmətinə öyrətdiyi müalicə növləri. Və biz bundan qabaq götürmüşdük bir neçə müalicə növünü. Onları xatırlayaq. Birinci demişdik ki, pəhriz saxlamaqla, oruç tutmaqla, yeməyi azaltmaqla insanın özünü müalicə eləməsi. İkinci oruç tutmaq, ikinci müalicə növü deməli bədəni təmiz saxlamaq, təmizliyə riayət eləmək və üçüncü ətirlərlə, xüsusən müşk ətri ilə müalicə və dördüncü deməli orada götürmüşdük ki, hicamə, yəni qan aldırmaqla müalicə eləmək və sonra götürmüşdük ki, balla müalicə eləmək və sonra götürmüşdük zəmzəm suyu ilə müalicə eləmək. Və bugün götürəcəyimiz mövzu 7-ci müalicə üsulu Allah Rəsulü sallallahu aleyhi ve səlləmin bizə tövsiyə elədiyi müalicə üsulu əcva xurmasıdır. Nə xurması? Əcva xurması. Bu məşhur xurmadır və Mədinədə yetişən ən dadlı, ən ləzzətli xurma növlərindən biridir və rəngi də tünd qaraya çalır həmin xurmanın. Və onun haqqında Peyğəmbər sallallahu aleyhi və səlləmdən hədis varid olub. Hədisi Sa'd bin Əbi Vaqqas radiyallahu anhu rəvayət eləyir. Hədis İmam Buxarinin və Müslimin səhihlərində gəlir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mən təsabbəhə bi səb'i təməratin əcvə ləm yadurrahu zəlikəl yevmə summun və lə sihrun. Kim gün ərzində, yəni səhər-səhər 7 ədəd əcva xurması yeyərsə, o gün ona sehir və həmçində zəhər, ziyan, zərər verə bilməz. Və burada, yəni ki, səhər yemək deyildiyi zaman onu ac qarnına yeməkdən gedir söhbət, 7 ədəd. Və İmam Nəvavi rəhiməhullah bu hədisin şərhində deyir ki, yəni bu hədislərdə deyir, Mədinə xurmasının və xüsusən də onun əcva növünün fəziləti haqqında dəlillər gəlib. Həmçində onu səhər tezdən 7 ədəd yeməyin üstünlüyü vurğulanır. Və məhz burada da digər xurmalar yox, iminli hansı, yəni xüsusən hansı xurma deyilir? Mədinənin əcva xurması. Və burada 7 rəqəminin seçilməsi də onun hikmətini, yəni Allah Əzzə və Cəllə bilir. Çünki elə şeylər var ki, onların hikməti bizə bəlli deyil. Biz ona iman gətirmişik. Məsələn, namazların sayları, namazdakı rükətlərin sayları və həmçinin də zəkatın nisabının miqdarı. Məsələn, niyə görə zəkat bu miqdarda nisaba çatır? Məsələn, niyə görə qızıl 85 qramda verilməlidir? Bunların hamısının şəriət bilir hikmətini. Həmçində burada da xurmanın 7 ədəd seçilməsində, yəni ki, məqsəd Allah bilir ki, onun niyə görə 7 ədəd deyilib. Və həmçinin də burada şeyx buyurur ki, əgər insan yəni orada Mədinə xurması deyil, başqa növ xurmanı da bu hədisdə qeyd olunan şəkildə, yəni səhər-səhər ac qarnına 7 dəfə yeyərsə, Allahın izni ilə bunda faydaları var. Amma əcva xurması daha faydalı. Çünki hədisdə xüsusi olaraq əcva xurması zikr olunur.
Həmçində Abdüləziz ibn Bəz rəhməhullah deyir ki, ya burada deyir, ümid olunan odur ki, insan səhər ac qarnına 7 ədəd başqa növ xurma da yediyi zaman Allahın izni ilə Allah Azza və Cəllə ona fayda verir. Lakin hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm burada əcvanı zikr eləməsi onun özünə məxsus xüsusiyyətlərinin və fəzilətinin olmasına görədir. Amma başqa xurmalar da deyir, fayda verir. Yenə də dediyimiz kimi əsas hədisdə zikr olunan 7 ədəd əcva xurmasıdır. Və sonra 8-ci malicə növü qara zirə toxumu. Bizim hər birimizin bildiyi qara zirə toxumu və bu da çox önəmli, çox gözəl malicə növlərindən biridir. Bu barədə şeyx burada hədis gətirir. Hədisi İmam Buxari zikr eləyir öz deməli əsərində, səy əsərində və Xalid bin Səaddən gəlir ki, deyir ki, biz deyir səfərə çıxdıq və bizimlə Qalib bin Əbcar adında bir sahabə vardı radiyallahu anhu. Qalib bin Əbcar. Və o yolda deyir xəstələndi. Və biz Mədinəyə çatdığımız zaman, səfərdə Mədinəyə çatdığımız zaman o elə xəstə idi deyir. Və o xəstələndikdə, yəni xəstəliyi onda olduğu zaman Abu Bakrın nəvəsi İbn Əbi Ətiq rəhməhullah, yəni onu ziyarət edir. Və bizə dedi ki, sizə deyir, qara zirəni istifadə eləməsini deyir, tövsiyə edirəm. Ondan deyir 5 ədəd və yaxud da 7 ədəd götürün və onu əzin və sonra da onu deyir, zeytun yağı ilə qarışdırın və burnunun hər bir tərəfinə bir neçə damcı, birinci bir tərəfinə damızdırın, sonra da o biri tərəfinə damızdırın, zeytunla qarışdırıb. Və çünki deyir, mən deyir, Ayşə radiyallahu anhədən hədis rəvayət edir ki, deyir, Ayşə radiyallahu anhə mənə rəvayət etdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə rəvayət edir. İnnə həzihil həbbətə səvda şifəu min kulli də. Deyir ki, bu qara zirə toxumu hər bir xəstəliyin dərmanıdır, illə minəs-səm, yalnız səmdən başqa. Və dedik ki, mən dedim ki, səm nədir? Dedi ki, ölüm. Yəni, ölümdən başqa bütün xəstəliklərin dərmanı var bunda, bu tumda. O Həfiz İbn Həcər rəhməllah deyir ki, qara zirənin hər bir xəstəliyə şəfa olması o demək deyil ki, bu hər bir xəstəlikdə tək başına istifadə olunsun. Yəni, tək qara zirə ilə istifadə olunsun. Bəzən tək halda istifadə olunur, bəzən başqa dərmanlarla birlikdə istifadə edilir, bəzən üydülmüş, bəzən üydülməmiş formada istifadə olunur, bəzən yeyilir, bəzən içilir, bəzən buruna damızdırılır və bəzən də yəni o məlhəm şəklində yaranın üzərinə qoyulur. Və hətta şeyx burada gətirir ki, yəni müasir araşdırmalar, təcrübələr, yəni onun nə qədər hətta indiki tibb belə Qərb, Amerikada və digər institutlarda araşdırılır ki, hətta bunun nə qədər bir çox xəstəliklərə faydası var ki, bunda toplanan şəfa heç bir şeydə yoxdur deyir. Hətta bunu dünyavi elm isbat edir. Və bu da nəyi isbat edir bir daha? Peyğəmbər sallallahu aleyhi və səlləmin yəni sadiq olmasını. Və həmçinin də bizim əsas mövzumuz neydən ibarətdir? Bunun sehirə müalicəsi, sehr olunan bədənə, həmçinin göz dəyməyə müalicəsi. Xüsusən də sehirin ən çox toplaşdığı yer hara olur insanda? Mədə. Çünki sehir mədədə olur və o mədədən o sehiri qoparmaq çox çətin olur. Əgər o mədədən sehir çıxırsa, belə deyək də, demək olar ki, o bədəndən sehir qurtarır. Ümumiyyətlə, bir çox xərçəng xəstəliklərinin yaranmasının səbəbi sehirdir. Çünki o qalır orada, onu heç bir aparat görmür. O qalır orada köhnəlir və artıq çevrilir şişə. Və onu heç bir aparat görmür. Heç bir aparat
dünyaya aparın ona baxdırın, heç bir şey onu görmür. Lakin sən Quran ayələri oxuyandan sonra, müəyyən ruqiyyələri tətbiq edəndən sonra o bədəndən nələrin çıxdığını özün şahid olursan. Və bu da həmin o sehrin mədədən qopub düşməsinin böyük səbəblərindən ki, onu istifadə edəndə o mədədən o sehri qoparır. Onu heç bir ilac qopara bilmir oradan. Ancaq ruqiyyə və bu cür müalicələr onu oradan çıxarır. Və şeyx də burada gətirir ki, yəni yeyilərək və içilərək bədənə gedən sehrin istifadə, o sehirdən qurtulmaq üçün istifadə olunan üsullardan biri gətirir şeyx ki, qarazirəni yalnız 7 dənə götürürsən, 7 də tumun götürürsən, sonra onları bir qaşıq təbii balın üzərinə qoyursan, tumunu əzmirsən, tum şəklində. Və sonra onu atırsan ağzuva, o əzilənə qədər çeynəyirsən onu ağzında, balla bərabər. Və sonra da udursan. Və ağızda qalan digər o qarışıqları da bədənə aparmaq üçün nədən istifadə etsən? Az bir miqdarda sudan istifadə olunur. Və bunu edərkən də diqqət eləməli məsələ nədir? İnsan ac qarnına bunu eləməlidir. Ac qarnına. Və həmçinin ikinci üsul nədir burada? 250 qram qarazirə götürürsən, onu yaxşıca üyüdürsən, toz halına salırsan. Sonra 1 kilogram təbii bal, dərhal onu təbii balla qarışdırırsan. Niyə görə dərhal? Çünki bunun əsas hikmətlərindən biri odur ki, qarazirənin üzərində yağ olur. O yağ itməməlidir. İndi izah edəcək burada. Onu dərhal onunla qarışdırıb və ağzı möhkəm bağlanan bir qabda onu saxlayırsan. Və sonra da hər gün orta bildiyimiz bir qaşıqla hər gün onu yəni bir qaşıq götürüb gündə ac qarına o qab qurtarana qədər bundan istifadə eləyirsən. Lakin şəkər xəstəliklərində, şəkər xəstəliyindən əziyyət çəkən adamlara şeyx buyurur ki, yəni bayaq dediyimiz üslubla və indiki üslubla balla, yəni bunu yemək məsləhət görülmür. Şəkər xəstələri bunu necə edə bilərlər? Balsız ağzına atır tumu və yağsız südlə onu bədənə ötürür. Belə edə bilərlər. Yəni şəkər xəstəliklərindən yəni ki, məsləhətdir ki, belə eləsinlər. Və həmçində şeyx burada bir dənə də fayda gətirir ki, burada diqqət olunması məsələlərdən biri də qarazirə üyüdüləndən sonra onu uzun müddət ağzı açıq saxlamaq düzgün deyil. Düzgün deyil. Çünki onun tərkibində olan uçucu yağlar itir. Və o yağlar da itəndə artıq onun belə deyək də faydası azalır. Çünki əsas fayda bu yağların olmasıdır onda. Ona görə də insan diqqət eləməlidir ki, bu yağları itirməsin. Və bu yağları da itirməməyin ən böyük, yəni belə deyək də səbəblərindən biri də odur ki, bu yağlar itməsin. Onu dərhal nə ilə qarışdırmaq lazımdır? Balla. Bal onun yağın tərkibini saxlayır onun tərkibində. Və həmçinin də qarazirə yağını məsləhət deyil ki, kimlər istifadə eləsin. Onlardan birincisi hamilə qadınlardır. Hamiləlik müddətində yaxşıdır ki, istifadə eləməsinlər. Və həmçinin də süd içən uşaqlar, südəmər uşaqlar və həmçinin də kimyavi dərmanlar qəbul edən, dünyavi kimyavi dərmanlar, yəni mütəmadi şəkildə ona həkim yazıbsa, onlarla bərabər bunu istifadə etmək düzgün deyil. Çünki əks təsirləri ola bilər. Və yaxud da ki, məsələn, belə deyək də, və başqa da şeyx burada gətirir ki, gün ərzində hər gün davamiyyətli şəkildə aspirin içən və həmçinin varfarin bilirsiniz nədir? Qan durulducu dərmandır. O dərmanı içən və həmçində mütəmadi şəkildə aspirin içən adam da bu dərmandan, qarazirədən istifadə eləməyi məsləhət deyil. Qoy qurtarsın, ondan sonra istifadə eləməyi daha yaxşıdır. Və həmçinin də növbəti 9-cu məsələ, bu məsələdə, yəni müalicə üsullarından zeytun yağıdır. Nədir? Zeytun yağı. Və bilirsiniz ki, Allah Əzzə və Cəllə zeytun ağacını bərəkətli ağac adlandırıb Quran-ı Kərimdə və hətta ona and içib. Onun əzəmətinə görə, böyüklüyünə görə, insanın həyatında nə qədər rol daşıdığına görə. Çünki Allah məxluqlarından o şeylərə and içir ki,
onun nə dərəcədə məxluqlar, insanlar içində faydasını bildirmək üçün. Çünki biz Allahdan başqa heç nə and içməyə bizə icazəli deyil. Lakin Allah öz məxluquna and içir. Niyə görə? O and onu bildirir ki, bax gör o sənin həyatında nə qədər böyük rolu var. Və Allah Azza və Cəllə buyurur ki, "Vattini və zeytun", and olsun əncirə və zeytuna. Və həmçinin də Allah Subhanahu taala öz insanın qəlbində olan nuru misal çəkir zeytunun verdiyi işığa. Quran-ı Kərimdə Allah Azza və Cəllə buyurur ki, "Allahu nurus semavati vel ard." Allah göylərin və yerin nurudur. Məsəlu nurihi kəmişkətin fihə misbəh. Onun nuru, yəni möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxtaya bənzəyir. Əl-misbəhu fi zucəcə. O çıraq şüşənin içindədir. Əz-zucəcədu kəənnəhə kəvkəbun durriyun yuqadu min şəcəratin mübərəkətin zeytunətin la şərqiyyətin və la ağarbiyyətin yəkədu zeytuhə yudi'u və ləv ləm təmsəshu nər. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən, daima günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Oradan çıxır o yağ. Onun yağı özünə od toxunmasa da sanki işıq saçır. Yəni biz bilirik ki, zeytun yağından o vaxtı yağından, yəni evləri, məscidləri işıqlandırmaq üçün onun yağından istifadə olunur. Və zeytun meyvəsi dərmandır. Və həmçinin də evləri və məscidləri işıqlandırmaq üçün onun yağından yandırılır və onun yəni ki bərəkəti onun qidasına, yağına və hətta yarpağına belə hopub. Yəni hər bir şeyində onun bərəkəti var. Və Ömər radiyallahu gələn hədisdə Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, zeytunu yeyin. Yəni yeməklərinizdə ondan istifadə eləyin və onunla bədəninizi yağlayın. Çünki o mübarək bir ağacdır. Və bu hədisi deməli İmam Tirmizi rəvayət edib və Şeyx Albani həsən deyib bu hədisə. Və Şeyx buyurur ki, zeytun ağacı, zeytun yağı sehrin, cin toxunmasının, həmçinin də gözdəymənin müalicəsində ən faydalı vasitələrdəndir. İstər içilərək istifadə olunur, istərsə bədənə sürtülərək istifadə olunur və bunun böyük faydası var. Və bunu əgər etdiyin zaman ruqiyyə eləyərsənsə o zeytuna, daha böyük faydalarını görərsən. Və sonra şeyx burada müəyyən qaydaların gətirir onun və onlardan birincisi deyir ki, yəni həkimlə məsləhətləşəndən sonra, çünki mədiyi içirsən, mədiyə ola bilər ziyan olsun, mədədə problem yoxdursa, fincanın 1/4 qədər, yəni fincanın 1/4 qədər zeytun yağı götürürsən və ona ruqiyyə oxuyursan və hər gün ac qarna onu içirsən. Və Allahın izni ilə deyir, bu yeyilmiş, həmçinin də içilmiş, yəni o sehrə, mədədə böyük təsiri var. Və hətta o bədəndəki cini həlak eləyir və yaxud da zəifləşdirir. Yəni bu qədər onun təsiri var. Həmçinin də zeytun, yəni yeməklərə də ruqiyyə edici zeytunu, ruqiyyə edirsən zeytun yağını və salata, düyyə və digər yeməklərə qatıb yeyə bilirsən. Yəni o cürlə də böyük faydası var, lakin heç nəyə qatmadan eləmək daha faydalıdır. Və həmçinin də bədəni və yaxud da bədəndə olan ağrıya, ağrılı olan yerlərə o zeytun yağı ilə o yerləri yağlayırsan, bunda da bir şəfa var. Lakin başa deyir zeytun yağı çəkmək, başa zeytun yağı yəni sürtmək az miqdarda icazəlidir. Lakin deyir, həddini artıq çox sürtəndə deyir, çox vaxt deyir, insanların tükünü tökə bilir. Ona görə də istifadə eləyəndə diqqət edilməlidir. Və sonuncu deməli bugün götürəcəyimiz müalicə növü qustul hind və yaxud da qustul bəhr. Hind qustu və yaxud da dəniz qustu. Nədir bu? Ud hind.
bizim bildiyimiz Uthind. Onun adı qustdur. Qust, biz Uthind deyirik ona. Qust iki cürdür. Hind qustu və bir də dəniz qustu. Hind qustu daha bədənə istilik verir, daha həmçinin ağdır, ağ rəngdə daha ağlığı daha çoxdur və həmçinin də belə deyək də təsiri bədənə xəstəlikləri daha çoxdur və bədənə istilik verir. Hind qustu. Lakin dəniz qustusa başqa cür olur. Amma ikisi də çox faydalıdır. Hər iki, yəni qust çox faydalıdır. Həm sehir, həm gözdəymə, həm cin toxunması, istər ruhi xəstəliklər olsun, istər üzvü xəstəliklər olsun, hamısı üçün böyük faydası var bunların. Bunun üyüdülmüş tozunu zeytun yağı ilə qarışdırıb bədənə sürtmək, yəni onun bədəni masaj eləmək onunla, həmçinin suya qarışdırıb içmək və yaxud da 1/4 xörək qaşığı miqdarında üyüdülmüş tozu ağza qoyub su ilə udmaq və yaxud da balla udmaq. Yəni, bu cür nə yolları var. Həmçinin o cin toxunması zamanı və yaxud da məsələn iynə sehir keçir insana. Müəyyən maddələrə sehri vururlar. İnsan iynir onunla bədənə sehir keçir. O cürlə sehir tutulmuş adama da burnuna su və yaxud da zeytun yağı ilə qarışdırılıb bu maddəni damızdırmaqla böyük faydası var. Və bunun hədislərdə gəlib necə ki İmam Buxari rəvayət edir ki, Ənəs Məlikdən ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, müalicə olunmağınız üçün istifadə etdiyiniz ən gözəl şey qan aldırmaq və dəniz qustudur. Və ikinci hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm Ummu Qeysdən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurur. Deyir ki, mən Allah Rəsulü sallallahu əleyhi və səlləmdən belə eşitdim ki, bu Hind qustundan istifadə edin. Həqiqətən onda 7 xəstəliyin şəfası var. Onun deyir hazırlanmış mərhəmindən həm boğazda olan xəstəliklərə, həm də ki bədəndə o ciyərdə olan o plevrit deyirlər də, o plevrit ağciyərin pərdəsinin üzərində olan iltihabdır. İrin yığılır ora. Onun sağalmasında deyir böyük faydası var. Hə. Və burada da necə gəlir yolu? Hədisdə gəlir ki, yəni əgər boğazda problem varsa, orada necə problemlər deyilir? Əksər hallarda bu uşaqlarda baş verir. Ya qulaq ilə boğaz arasında, ya burun ilə boğaz arasında olan boşluqda yara əmələ gəlir. Bizə buna nə deyirlər? O badımcanlıqların iltihabı. Badımcanlıq deyirlər. O iltihablardan deyir, təmizləmək üçün deyir, onda deyir, buruna bunu damızdırırsan deyir. Buruna damızdırırsan ki, burunu və boğazı təmizləsin. Və amma o plevritdə isə deyir, onun əvvəllər qədimdə nə deyirlər? Deyirlər ki, insanın döş qəfəsində deyir, yara var. Amma müasir tibbdə isə ona nə deyirlər? Plevrit. Onun deyir, müalicəsində deyir, onda onu içirsən. Ya su ilə qarışdırıb içirsən, ya da ki, zeytun yağı ilə qarışdırıb içirsən və bunun böyük faydası var və əvvəlki həkimlər də hətta deyirlər ki, yəni bu plevrit xəstəliyi əvvəllər hardan bilinirdi? O bədəndən gələn o bəlğəmlə. Bəlğəm gördün ki, insan bəlğəm çıxır bədəninə və ya çıxa bilmir. Nə qədər edir, çıxa bilmir. Yapışıb qalıb sanki bədəndə, sinədə. Bundan istifadə edirlər. Çünki əvvəllər qədim tibbdə belə bir qayda var. Deyir ki, o xəstəlik əslən soğuqdan əmələ gəlir də. Deyir ki, əgər xəstəlik soğuqdan yaranıbsa, deyir, onun müalicəsi isti şən olmalıdır. Əksi. Və deyir, yuxarıda bir ada biz demişdik axı, Uthind istilik verir bədənə. Hərarəti var onun. Və o hərarətin səbəbi ilə də o pərdənin üzərindəki o bəlğəmi bədəndən ayıra bilir o. Və o bədənə istilik verir və bəlğəm gətiricidir və həmçinin o bədəndən o xəstəliyi çıxarda bilir. Ona görə Allah Rəsulü sallallahu əleyhi və səlləm bizə bunu tövsiyə edib. Ona görə də deyirlər ki, uşaqlarınıza əziyyət verməyin o silməklə boğazı. Götürüb silirlər, o əziyyət dəsində. Ən gözəl yol Uthindlə onu boğazdan, o badımcanlıqları müalicə eləməkdir. Və İmam Nəvəvi rəhməhullah buyurur ki, Uthindin Hind qustunun müalicəsi faydalarını gətirir ki, həkimlər deyir öz kitablarında qəti şəkildə qeyd ediblər ki, deyir,
Qadının aylıq xəstəliyinin problemi olanda, yəni ki, o görsən qadında kəsiri aylıq xəstəlik, onun müalicəsində, həmçinin sidik qovculuqda, zəhərləmənin qarşısını almaqda, cinsi istəyin artırılmasında çox böyük faydaları var. Həmçinin bunu balla qarışdırıb içdiyi zaman bağırsaqdakı qurdları bu şeyi təmizləyir. Həmçinin də əl-məradul kələfi, məradul kələf xəstəliyini, kələf nədir? Üzdə rəngli dəridə şeylər əmələ gəlir. Qırmızı, qəhvəyi rəngdə ləkələr. Onu deyir, yağ kimi düzəldirsən və üzə sürtürsən, onları yox edir, deyir. İmam Nəvvi rəhməhullah bunu gətirir və sonunda şeyx gətirir ki, burada diqqət olunması məsələlərdən biri nədir? Qadınların hamiləlik vaxtında bunu içməməsi tövsiyə olunur. Həmçinin süd verən analar və həmçində 2 yaşdan kiçik uşaqlar bunu qəbul eləməməyi tövsiyə olunur. Həmçinin də bayaq dediyimiz kimi qan durulaşdırıcı o dərmanlar atan adam bu qustan çox miqdarda istifadə eləməyi məsləhət görülmür. Az miqdarda olar. Lakin şeyx burada buyurur ki, sonda əgər qadın hamilə olmaq istəyirsə, hamiləlikdə yox, hamiləliyə hazırlaşırsa, bundan istifadə eləmək çox faydalıdır. Çünki onun yumurtalıqlarında olan kistaların əridilməsində və başqa ana bətnində, rəhmində olan xəstəliklərin aradan qaldırılmasında böyük faydası var. Aydındır? Düzün Allah bilir. Və sallallahu alə nəbiyinə Muhammedin və alə alihi və sahbihi səlləm.